Navigator proqramları sürücülərin əsas köməkçilərindən biridir. Lakin bəzi hallarda proqramlarda göstərən marşrut xətti real nişanlar ilə üst-üstə gəlir və nəticədə sürücülər cərimələnir. Belə hallardan biri də Rüstəm Rüstəmovdan Bəkir Çobanzadə küçəsinə hərəkət edərkən baş verir. Belə ki, navigator proqramları burada sola dönməyi göstərsə də, real yol nişanı yalnız düzünə və sağa hərəkətə icazə verir. Naviqasiya proqramlarının göstərdiyi yol ilə hərəkət edib cərimələnən sürücü sayı da az deyil. Onlar bildirirlər ki, həm bələd olmadıqları yollarda, həm də alternativ istiqamətlər axtararkən bu proqramlardan yararlanmağa çalışırlar. Bəzən də tətbiqdə göstərilən istiqamətdə hərəkət edərək qadağan olunan yollara daxil olurlar. Nəticədə cərimə qaçılmaz olur. O qədər olur ki, sərf yol aparıb, protif aparıb, cərimələnmişəm. Təzədən gedəndə navigatordan istifadə eləməmişəm. Olur, bəzən uzaq yollar aparır. Yol nişanı dəyişib, navigator göstərməyib. Sürücü həmən yola girəndən sonra cərimələndiyi bilinib. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirir ki, naviqasiya proqramları sürücülər üçün çox faydalı vasitədir. Lakin onu da unutmaq, hüquqi məsuliyyəti olmadığı üçün səhv istiqamətlər göstərə bilir. Bəzən yol hərəkətinin təşkilində edilən son dəyişikliklər yeni quraşdırılan yol nişanları, birtərəfli hərəkət rejimi və ya dönmə məhdudiyyətləri xəritə bazasında vaxtında yenilənmir. Nəticədə proqram sürücünü yanlış istiqamətə yönləndirir. Sürücü mütləq yol qaydalarına, nişanlanma xəttlərinə, işıqfor siqnallarına və yol hərəkətini tənzimləyən şəxsin göstərişlərinə əməl etməlidir. Çünki qanunvericiliyə görə üstünlük həmişə real yol hərəkətinin təşkilinə verilir, navigatorun göstərişlərinə deyil. Bu səbəbdən sürücülərin cərimələnməsinin qarşısını almaq üçün aidiyyatı qurumlarla rəqəmsal xəritə və naviqasiya şirkətləri arasında operativ məlumat mübadiləsi təmin edilməlidir. Yol hərəkətinin təşkilində edilən bir dəyişiklik qısa müddətdə naviqasiya sisteminə inteqrasiya olunmalıdır. Eyni zamanda sürücülər də bilməlidirlər ki, navigator köməkçi vasitədir, əsas rəhbər isə yolun üzərində olan nişanlar və qüvvədə olan yol hərəkəti qaydalarıdır. Mütəxəssis deyir ki, sürücülər bu cür proqramların göstərişinə əməl etməzdən əvvəl mütləq yol nişanlarına diqqət yetirməlidirlər. Çünki naviqasiya sisteminin səhv istiqamət göstərməsi sürücünü inzibati məsuliyyətdən azad etmir. Turqan Əliyev, Üzeyir Ağayev, Ayaz Süleyman Soy xəbər ertəsi.